Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə birlikdə 3-cü sinif təsvir sənət fənni KSG 4 variant A və B suallarını bir yerdə işləyək. Əvvəlcə birinci sualdan başlayaq. Rəng, ləkə təsvir sənətin hansı növünün əsas ifadə vasitəsidir? Memarlıq, rəngkarlıq və heykəltaraşlıq. Cavab B variantı. Rəngkarlıq. Rəng, ləkə, rəngkarlığın bədii ifadə vasitəsi adlanır. İkinci sual. Nar ağacı əsəri hansı rəssama aiddir? Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadə, Bəhruz Kəncərli. Nar ağacı əsəri Toğrul Nərimanbəyov. A variantı. Üçüncü sual. Toğrul Nərimanbəyovun yaradıcılığında hansı janrın xüsusi yeri var? Mənzərə, natürmort, animalistika. Cavab B variantı. Toğrul Nərimanbəyov yaradıcılığında daha çox natürmort xüsusi yer tuturdu. Natürmort nədir? Cansız əşyaların təsviridir. Dördüncü sual. Xətt, ştrix, məntiqi yaradıcılığı tamamla. Xətt, ştrix, ton. B variantı. Qrafikanın əsas ifadə vasitələridir. Ləkə rəngkarlıqda bədii ifadə vasitəsidir. Həcm isə memarlıqda. Cavab B variantı. 5-ci sual. Qısa xəttdir. O qalın, nazik, düz və maili olur. Söhbət hansı variantdan gedir? Ştrix, ton, xətt. Cavab A variantı. Ştrix. 6-cı sual. Ştrixlərin üst-üstə bir neçə dəfə çəkilməsi nə adlanır? Tona çevirmə, ştrixləmə, yayma. Cavab A variantı. Tona çevirmə. Ştrixlərin üst-üstə bir neçə dəfə çəkilməsi tona çevirmə adlanır. 7-ci sual. Qala küçəsi əsəri hansı rəssama aiddir? Ələkbər Rza Quliyev, Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadə. Qala küçəsi, Qız qalası, Qalada bu əsərlərin hamısı Ələkbər Rza Quliyevin əsəridir. A variantı. 8-ci sual. Əşyaların və fiqurların digər fon üzərində bir rəngli təsviri nə adlanır? Kompozisiya, sülyet, yapma. Kompozisiya nədir? Ayrı-ayrı hissələrdən bütöv bir təsvir yaratmaq kompozisiya adlanır. Yapma isə plastinin və ya gildən yaradılan fəaliyyət növüdür. Sülyeti isə kölgəni xatırladırdı, əşyaların və fiqurların digər fon üzərində bir rəngli təsviridir. Cavab B variantı. 9-cu sual. Təzad sözünün mənası nədir? Bir rəngin müxtəlifliyi nə adlanır? Çalar. Çalar sözünün mənası nədir? Bir rəngin müxtəlifliyi. Əsas rəng deyil, yanlışdır. Ziddiyyət əks. Cavab C variantı. 10-cu sual. Ən tünddən ən açığa qədər olan ton keçidi nə adlanır? Yayma, ştrixləmə, tona çevirmə. Cavab A variantı. Yayma. 11-ci sual. Xurcunla nar əsəri hansı rəssama aiddir? Toğrul Nərimanbəyov, Bəhruz Kəncərli, Səttar Bəhlulzadə. Xurcunla nar əsəri Toğrul Nərimanbəyov. A variantı. 12-ci sual. Əsərin ilkin qaralaması nə adlanır? Eskiz, qaralama, tədrisi. Cavab B variantı. Qaralama. Qaralama nədir? Əsərin ilkin qaralaması adlanırdı. Tədris rəsmi daha çox oxşar olurdu. Yəni təsvir qaydalarının öyrənilməsi üçündür. Eskiz də həmçinin. 13-cü sual. Hansı rəssam nar mövzusunu böyük sevgi ilə əks etdirmişdir? Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Böyükağam Mirzəzadə. Daha çox Toğrul Nərimanbəyov nar mövzusunda böyük sevgi ilə əks etdirmişdir əsərləri. 14-cü sual. Toğrul Nərimanbəyovun əsərləri hansılardır? Göyçay bağlarında nar və armud, Bakıda bahar və s. 15-ci sual. Ələkbər Rza Quliyevin əsərləri hansılardır? Qalada, Qız qalası, Qala küçəsi, demək öküzün nallanması, Novruz bayramına hazırlaşırlar və yumurta döyüşü. 16-cı sual. Gil qab rəsmini çəkin və üzərinə xətt, ştrix, ton istifadə edin. Xətt, ştrix, ton hansı növün əsas ifadə vasitəsidir? Qrafikanın. Qrafikanın əsas ifadə vasitələri hansılar oldu? Xətt, ştrix, ton. A variantı bu qədər. İndi isə B variantını keçək. B variantı birinci sual. Rəngkarlıqda əsas ifadə vasitəsi nədir? Kölgə, ləkə, işıq. Rəngkarlıqda əsas ifadə vasitəsi ləkə. B variantı. İkinci sual. Hansı rəssamın yaratdığı əsərlər teatr rəssamlığı və kino rəssamlığı kimi sahələri əhatə edirdi? Toğrul Nərimanbəyov, Bəhruz Kəncərli, Səttar Bəhlulzadə. Cavab A variantı. Toğrul Nərimanbəyov. Üçüncü sual. Narlar əsəri hansı rəssama aiddir? Maral Rəhmanzadə, Elmira Şaxtantinskaya, Toğrul Nərimanbəyov. Cavab C variantı. Toğrul Nərimanbəyov. Dördüncü sual. Qrafikanın əsas ifadə vasitəsi nədir?
Qrafikanın əsas ifadə vasitələrini sayaq. Xətt, ştrix, ton, işıq, kölgə. Cavab B variantı. Ləkə, rəng, rəngkarlıqda bədii ifadə vasitəsidir. Həcm, forma isə memarlıqda. 5-ci sual. Qrafikanın hansı ifadə vasitəsində sadə karandaşın qrifelini kağız üzərinə müəyyən təzyiqlə basmaqla qara xəttin lazım olan çalarını almaq mümkündür? Xətt, ştrix, ton. Cavab C variantı ton. Gəldik 6-cı suala. Ştrixlərin sıra ilə və çarpaz çəkilməsi nə adlanır? Yayma, tona çevirmə, ştrixləmə. Cavab C variantı ştrixləmə. 7-ci sual. Qala küçəsi əsəri hansı rəssama aiddir? Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Ələkbər Rıza Quliyev. Qala küçəsi, Qız qalası, Qalada. Bu əsərlərin hamısı Ələkbər Rıza Quliyevin əsəridir. Cavab C variantı. 8-ci sual. Uzun yol günəşli payız gün əsəri hansı rəssama aiddir? Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, İsaq Levtan. Cavab C variantı İsaq Levtan. 9. Kölgəni xatırladır. Nöqtələrin yerinə hansı variant uyğun gəlir? Ton, sülyet, xətt. Kölgəni xatırladan sülyet olmuşdur. Cavab B variantı. 10-cu sual. Ən tütdən ən açığa qədər olan ton keçidi nə adlanır? Yayma, tona çevirmə, ştrixləmə. Ən tütdən ən açığa qədər olan ton keçidi yayma adlanır. A variantı. 11-ci sual. Qız qalası əsəri təsninsətin hansı növündə işlənilib? Qrafika, rəngkarlıq, memarlıq. Cavab A variantı qrafika. 12-ci sual. Uzun yol günəşli payız gün əsəri təsninsətin hansı növündə işlənilib? Qrafika, rəngkarlıq, portret. Cavab B. Rəngkarlıq. 13-cü sual. Obrazın bolluğu, kompozisiyanın dolğunluğu hansı rəssama fərdi üslubunun əsas əlamətləridir? Toğrul Nərimanbəyov, Böyükağa Mirzəzadə, Səttar Bəhlulzadə. Cavab A variantı Toğrul Nərimanbəyov. 14-cü sual açıq sualdır. Qrafikanın əsas ifadə vasitəsi nədir? Xətt, ştrix, ton, işıq, kölgə. 15-ci sual. Rəngkarlığın əsas ifadə vasitəsi nədir? Rəng, ləkə, kolorit. 16-cı sual. Qrafikanın əsas ifadə vasitələrindən istifadə edərək gil qab rəsmi çəkin. Qrafikanın əsas ifadə vasitələri hansılardır? Xətt, ştrix, ton, işıq, kölgə. B variantı isə bu qədər. Digər videolardan xəbərdar olmaq üçün abunə olmağı unutmayın.